Hər vaxtınız xeyir. Bu gün Excel-də seriyamıza 16-cı dərsimizlə davam edirik. Bu gün artıq bizə data bölməsindən, data tabımızdan vacib funksiyalardan biri olan data validation funksiyası ilə davam edəcəyik. Yaxşı, bəs bu data validation funksiyası nədir? Bu funksiya bizə kömək edir ki, bizim cədvəlimizdə, əsasən də böyük datalarda cədvəli doldurarkən müəyyən bir sərhəd daxilində olan sözlərdən istifadə edək. Yəni, bu sözlərdən başqa heç bir sözlər bu cədvəlimizə yaza bilmirik. Əvvəlcə cədvəlimizə baxaq. Böyük bir datamız var. Təqribən bizim üçün 316 sətirlik cədvəlimiz var. Burada məlumatlar tam olaraq verilib. Sıralama nömrəmiz, e-postlarımız, ID-lərimiz, barkodlarımız, məhsullarımız, kateqoriyalarımız və size'larımız var. Yəni ölçülərimiz, rənglərimiz, miqdar və qiymətlərimiz var. Deyək ki, bizim üçün ölçülərimiz var və biz ölçüləri müəyyən olaraq yazdırmalıyıq. Və ölçüləri yazdırarkən də bir-bir daxil edərkən sadəcə bu şərtləri daxil edə bilərik. Bunların indi hansı dildə olduğu fərq etmir. Yəni böyük ölçü, orta ölçü və kiçik ölçülər. Yaxşı, bəs bundan əlavə necə edə bilərik ki, sözlər yazılmasın? Bu sözlərdən fərqli heç bir hərf, söz, simvol yazıla bilməz. O zaman nə edirik? Normalda biz home bölməsini açırıq. Gəldik, baxın, bu hissəni tam olaraq seçdim. Seçmək üçün də Ctrl-Shift aşağı ox işarəsindən istifadə edirəm. Bu hissə tam seçildi. Axıra qədər seçildi. İndi siz axıra qədər seçməyə də bilərsiniz. Gəlirik data bölməsinə. Baxın, buradan funksiyanı aktiv edirəm. Toxunduğum funksiyaya. Gəldim settings bölməsinə. Normalda settings bölməsinə açılır. Gəlirəm, baxın burada. Gəlib bizim əvvəl deyirik ki, bizim dəyərimiz hansı formadadır? Tarixdirsə tarix, zamandırsa zaman. Əgər bizimki kimi list isə listi seçirik. Deyirəm ki, mən məlumatları listdən götürəcəm. Yəni sütundan və ya sətirdən götürəcəm. Listi seçirəm. Mənə deyir ki, sənin search, yəni mənbən hardadır? Deyirəm ki, baxın, mənim mənbəm. Gəlirəm buradan size'a. Əlbəttə siz bunu eyni cədvəllə olan sheetdə də yaza bilərsiniz, fərqli bir sheetdə də yaza bilərsiniz. Seçdim buranı. Ardınca buradan OK-yə toxunuram. OK-yə toxunulmazdan əvvəl də əslində gəlib xəta mesajını da yazarım. Baxın, burada error bölməsi var. Error bölməsinə yazarım ki, fərqli söz daxil etmək olmaz. Və nida işarələrimizi də qoyuram. Bir daha yoxlayıram, baxıram, size'dan götürülüb, əla. OK vururam və artıq görürəm ki, hər bir xanamın yanında belə bir işarə yarandı. Və bu işarəyə toxunanda görürəm ki, artıq həminki mənim 3 sözüm ortaya çıxır. Və istədiyim sözü seçə bilirəm. Misal üçün, medium seçirəm və ya gəlib buradan small seçirəm və ya gəlib buradan böyük olanı seçirəm. Fərq etmir. Əgər fərqli bir söz yazmaq istəsək, misal üçün, özümüz orta ölçü yazmaq istəsək, baxın, fərqli söz daxil etmək olmaz. Bu formada bizə də buradan xəbərlik çıxır. Yəni, funksiyamız bu formadadır. Rahat bir funksiyadır. Çox tövsiyə olunur, çox istifadə olunur əlbəttə ki. Bir daha göstərəcəm. Bu hissəni tam olaraq seçirəm. Seçmək üçün də Ctrl-Shift aşağı ox işarəsindən istifadə edirəm. Gəlirəm, baxın burada. Məlumatları doğrula funksiyasını aktiv edirəm. Ardınca baxın, buradan gəlirəm, baxın, buradan deyirəm, məhsullarımı, yəni sözlərimi hardan götürəcəm? Gəlib buradan listi seçirəm. Ardınca deyirəm ki, mənim mənbəm hardadır? Mənbəni də gəlib, baxın, istər cədvəlin daxilində olsun, istər misal üçün size. Gəlib buradan seçirəm. Gəlib buradan da baxın, xəbərdarlıq mesajını yazıram. Hətta 3 nida qoyum ki, hələ ki belə baxaq. Settingsi bir daha yoxlayıram və artıq OK vurdumsa, hər bir xanamda həmin 3 söz görsənir. Və bu gün də biz Excel-imizdə data tabında məlumatlara doğrula funksiyasından danışdıq. Artıq gələcək dərslərimizdə bizə lazım olacaq digər vacib funksiyalardan danışacağıq.